Hamıya salam. Bugün sizə sepsisdən danışmaq istəyirəm. Sepsis xəstənin ağır infeksiyası nəticəsində əmələ gələn bir ağır kliniki durumdur. Buna virus infeksiyaları, bakteriyal infeksiyalar və ya göbələk infeksiyalara aiddir. O zaman xəstə nə hiss edir? Çox ağır kliniki durumlarda xəstənin huşunun pozulması, şuurunun pozulması, taxikardiya dediyimiz, yəni ürək döyüntüsünün həddindən artırması, arterial təzyiqin aşağı düşməsi xəstənin ölümü ilə nəticələnə bilən ağır kliniki bir vəziyyətdir. Xəstədə ilk öncə yüksək hərarət, ürək döyüntüsünün çoxalması, təngə nəfəslik, boğulma kimi əlamətlər də əlbəttə ki ola bilər. Çox ağır kliniki durumlarda xəstə intensiv terapiya şöbəsinə yerləşdirilir. Laborator instrumental müayinələrdən sonra xəstəyə geniş spektrli antibiotiklər istifadə olunur. Maye terapiyası, el aramızda dediyimiz sistem terapiyası başlanılır və digər simptomatik müalicələr də ki, əlbəttə ki, olunur. Əgər xəstədə yüksək hərarət, ürək döyüntüsünün çoxalması, təngə nəfəslik, boğulma kimi hisslər olacaqsa, təcili şəkildə xəstəni və ya yaxınınızı klinikaya yerləşdirməyiniz əlbəttə ki, daha yaxşı olardı. Hamıya təşəkkür edirik.